Herkese salam. 100 abunəçiyə görə keks hazırladım. Gəlin bu keksi necə hazırladığımı sizlərə göstərim. İlk öncə 2 dənə yumurta vururuq. Qırırıq. Buralarda canlı yayım hataları ola bilər. Yəni bunları siz keçin. Əsas 2 dənə yumurta qırın. Qırdıq. Və sonra 1 stəkan yarım pudra şəkəri və yaxud da şəkər ola bilər. Biz öz hazırladığımız pudra şəkərini tökdük. Tökdük. Bu arada abunə olmayı unutmayın. Və bunu qarışdırırıq pudra şəkərlə yumurtanı. Bu qarışır. Biz də bu zamanda nə edək? Gəlin sizə göstərim. İndi 2 stəkan un və yarım stəkan kakao tökəcəyik. Birinci 1 stəkan su tökürük, amma un və kakaonu hələ qarışdırmırıq. İndi yarım stəkan duru yağ tökürük və hələ də un və kakaonu qarışdırmırıq. Tökdük. İndi bunları çox az qarışdırırıq. İndi gördünüz təbii ki burada zamanlamanı necə tez oldu. Və bir paket qabartma, bir paket də vanil tökürük un və kakaonun üzərinə. Sonra bunu da qarışdırdığımızı tökürük. Sonra bunları da bir qarışdıracağıq. Qarışdırırıq. Qarışdır. Mix. Əslində bunu da birinci yavaş xodda eləməliyik ki, un ətrafa sıçramasın. Amma yəni öz fikrinizdə mən belə elədim ki, un ətrafa sıçramasın çox. Və bu hala gələnə qədər qarışdırırıq. Yəni kıvamı belə olmalıdır. İndi qabımızı yağlayırıq. Mən bunlardan edəcəm. Yağın üstündən də un tökürük. Çünki belə olanda yəni bu hər tərəfinə yediririk. Yağı hər tərəfinə yediririk və unu da hər tərəfinə eləyirik. Çünki belə olanda yəni də daha tez çıxacaq qarışımımız içindən. İndi burada mən aralarda anamdan yardım alıram. Anam da şirniyyatçıdır. Altda səhifəsini qoyacağam, takip edin. İndi qarışımımızı tökürük içinə. Yəni anam şirniyyatçı olduğu üçün yəni bilirəm də biraz da belə bir şeylər. Bu istəyə görədir. Mən şokolad qırıntıları tökmək istədim. İstəsəniz siz də damla şokolad və yaxud da başqa bir şey tökə bilərsiniz. Və başqa biraz da qoz əlavə etdim. Əslində fındıq istədim. Amma anam dedi ki, fındıq daha yaxşı pişməyəcək. Ona görə də gəl qoz əlavə edək. Və mən də qoz əlavə etdim. İndi artıq hazırdır pişməyə. Gəlin aparaq pişirməyə. Qoyduq, yəni pişiririk artıq. Bişib-bişmədiyini yoxlamaq üçün əgər təmiz çıxsa bişib deməkdir. Bişib. İndi bunu biz çeviririk. Baxın görün necə rahat çıxır. Yəni tam hələ yeri qoymamış çıxdı. Bu undan və yağın sayəsindədir. Hazırdır. Mən arxa tərəfini daha çox sevdiyim üçün belə elədim. Sağ olun, takip etməyi unutmayın. Bay bay.